Yəni biz rekordu başladaq. Aha, gəlin başlayaq. Bu qaydada tək xəbər, cəm xəbər söhbəti aparacağıq. Mübtədanın tipinə görə ya tək xəbər, ya da cəm xəbəri ora yerləşdirəcəyik. Ya bu sual bu tipli çıxa bilər, boşluq verərsiniz, qoyarsınız və bu qaydanın problemi odur ki, bu qaydada sizə heç bir halda şərtə yazmayacaq mübtəda ilə xəbər uzlaşdır. Siz özünüz başa düşməlisiniz ki, burada həm tək xəbər, həm cəm xəbər verib. Mən deməli mübtəda ilə xəbəri uzlaşdırmalıyam, bu qaydanı bura tətbiq etməliyəm. Digər tərəfdən bu qaydanı ya bu şəkildə sizin qabağınıza çıxarda bilər, qatılmadan qəbul edin. Ya bu şəkildə qabağınıza çıxa bilər. 92 dənə bu tipli testdir. Bunları işləyəcəyik təklərini. Ya da bu cümlə halında çıxa bilər ki, bu da çox çıxır. OTK-nın sınavında dəhşət çox çıxır. 4 dənə, 5 dənə cümlə verir. Deyir, bu cümlələrin hansı doğrudur? Hansının mübtədası ilə xəbəri doğru uzlaşıbsa onu götürəcəyik. Vaxtımız qalan müddətdə də onu işləməyə çalışacağıq. Ona görə gəlin birinci sualla tez başlayaq. Aha. Batılmaq istəyən var. Onları da qəbul edək. İndi birinci sualla başlayırıq. Deməli, birinci sualda bizə yazıbdır ki, blue jeans. Baxırıq, arada heç bir söz önü, of, preposition yoxdur. Onlar olsa biz əvvələ baxmalıyıq. Burada arada heç nə olmadığı üçün mavi cinslər. Cins sözü bilirik ki, cəmdədir. Cəmdə olan bir şeyin xəbəri də cəm xəbər olmalıdır. Was cəm xəbər deyil. Was tək xəbərdir. Is tək xəbərdir. Olmaz. Biz cəm xəbər axtarırıq. Ya ar qoya bilərik mübtəda ilə xəbər uzlaşsın deyənə, ya da were qoya bilərik. 3-4 cavabını doğru cavab olaraq qəbul edirsiniz. Birinci sualın cavabı olur B variantı. Gedirəm üçüncü suala. All the trees in the park. Əgər bax belə cümlə veribsə, bilmirsiniz parka görəmi qoyasınız, trees-ə görəmi qoyasınız. Burada artıq cümlədə söz önü görürsünüz. In bir söz önüdür. İndi, ondu, əhdi, ofdu, vizdi, fordu. Bunlar hamısı söz önləridir. O zaman mübtəda adətən söz önündən əvvəldə olur. Yəni burada olur. Siz parka yox, trees-ə baxmalısınız. Və trees-ə baxdığınız zaman görürsünüz ki, trees sözü cəmdədir. Demək ki, mən burada nə xəbər qoymalıyam? Cəm xəbər yerləşdirməliyəm. Izi qoya bilmirəm, is tək xəbərdir. Was-u qoya bilmirəm, was tək xəbərdir. Are cəm xəbəri göstərir, were də cəm xəbəri göstərir. 1-2 deyib B variantını seçəcəksiniz. Gedək 5-ci suala. A number of-la the number of-un qaydası. Gəlin bir daha xatırlayaq a number of-la the number of-u. A number of-da, the number of-da ikisi də çox sayda deməkdir. Sadəcə a number of-dan sonra əgər bir xəbər yazacağıqsa, bu xəbər cəm xəbəri olur. A number of-un xəbəri bu bir qaydadır. The number of deyə bir ifadəmiz var. Bu da çox sayda deməkdir. Bunun isə xəbəri tək xəbər olacaq. Bunu belə yadda saxlayırıq. The number of-un xəbəri tək xəbər, a number of-un xəbəri cəm xəbər. Bizə verdiyi a number of-dur, yəni cəm xəbər qoy deyir. Cəm xəbəri qoymaq üçün have bizə cəm xəbəri göstərir, biri götürməliyəm. Has bizə cəm xəbəri göstərmir. Qalırsınız apply ilə apply-sın arasında. Bilmirsiniz, S-li olanı mı qoyasınız, S-siz olanı mı? Feilin sonunda S varsa bunu isimlə qarışdırmırsınız. Ən böyük problemimiz budur. Bir feilin sonunda S varsa, o bizə xəbərin tək olduğunu göstərir, tək olduğunu. Bunu isimlə qarışdırmayın. İsimin sonunda S olanda cəm isimdir. Bu isim deyil, apply başvuru etmək deməkdir, tətbiq etmək deməkdir. Yəni, burada S-li olan tək xəbərdir. Biz indiki sadə zamanda 3-cü şəxsin təkində feilin sonuna S qoyurduq, he, she, it-də. Bu, onun tək xəbər olduğunu göstərir. İndi biz də bilirik ki, a number of-a cəm qoymalıyıq axı. Feilin sonunda S-də tək xəbərdirsə, deməli, bu apply-ın sonunda S var, bu tək xəbəri göstərir. Amma biz bura cəm qoymalıyıq. S-siz olandır cəm xəbər. 1-3-ü götürürük. Cavab olur 1-3. Bura bizim üçün vacib məqamlardan biridir. Əgər feilin sonunda S varsa, unutmuruq. Bu tək xəbərdir. Bunu isimlə qarışdırmırsınız. Feil hərəkətdir. İsim isə nə sualına cavab verir? Kitabın sonunda S olanda bu cəm isimdir. Amma feilin sonunda S olanda bu bir dəqiqə. Burada bu S, J, Ş, J adı ilə qoşulan var. Adlarınızı xahiş edirəm, normal bir şəkildə yazın. Hər halda adınız S, deyil də. Adlarınızı normal bir şəkildə yazıb xahiş edirəm, qeydiyyatdan keçin. Kim olduğunuzu bilək, adınızı bilək, ona görə xitab edək. Adlarınızı düzəldin. Gedirik 5-ci suala.
1 və 3-ü seçdik. Cavab oldu C variantı. İndi gedirik 7-ci suala. 7-ci sualda yenə ortada in var. In varsa biz nöqtədən əvvələ baxacağıq 7-ci sualda. Yəni olda. The old qoca deməkdir. Old qoca deməkdir. Amma bu Z ilə birləşəndə isimləşmiş sifət olur və Azərbaycan dilində tərcüməsi ümumiləşir olur qocalar. Qocaları da ümumi olaraq cəm isim götürəcəyik. Avtomatik xəbəri də cəm xəbərə gedəcək. Is olmaz tək xəbərdir, was olmaz tək xəbərdir. 2 cəm xəbər, are cəm xəbər, 3 cəm xəbər, were də cəm xəbərdir. Have been də cəm xəbərdir. Cavab olur 2, 3, 5, 7-ci sualda. Davam edək 9-cu sualla. Bir neçəsini birazdan sizdən soruşacağım. Əgər ortada of varsa, of da bir söz önüdür. Biz hər zaman ofdan əvvəldə axtarırıq mübtədanı. Ofdan əvvəldəki mübtədamız knowledge-dir. Knowledge da təkdədir, sayılmayan isimdir. Baxın, ofdan sonraya baxsanız cavab yanlışa gedəcək. Mübtəda xəbər uzlaşmasında qayda var ki, arada söz önü varsa, ki bu söz önlərindən biri də ofdur. Hər zaman ofdan əvvələ baxırıq. A good knowledge sözü təkdə olduğuna görə xəbər də nə olmalıdır bura? Tək gəlməlidir. Have cəm xəbərdir. Have been cəm xəbərdir. Is tək xəbərdir, götürəcəm. Was tək xəbərdir, götürəcəm. Has been tək xəbərdir, bunu da götürəcəyəm. 2, 3, 4 cavabı var mı? Var. Cavab olacaq 9-cu sualda Y variantı. Baxın, bir dənə ona baxaq, cütdür, amma baxacağım. Bu a number ofdur. Day burada ofdan əvvələ baxım, number təkdə də söhbət eləmirsiniz. Bu dedik sabit ifadədir. A number ofun xəbəri nə olur? Cəm xəbər. 1, are, 5, were, 3-dəki have-bini götürməlisiniz. Cavab olur A variantı. Gedirəm 11-ci suala. Cattle ismi sizcə təkdədir, cəmdədir? Yazın mesaj qutusuna. Bəli, cattle cəmdə olan, istisna cəmdə olan poultry idi, cattle idi, policy idi, goods idi. Bunlar cəm isimlərdir. Cəm ismində qabağına avtomatik cəm xəbər qoyarıq da. 1, is olmaz, have been 3, 5-dəki were 1, 3, 5 olacaq. 11-ci sualın cavabı olur C variantı. Gedirəm 13-cü suala. 13-cü sualda yenə ortada of var. Of varsa ofdan əvvələ baxırıq. Ofdan əvvələ baxdığım zaman product sözünü cəmdə görürəm. Demək ki, burada cəm xəbəri qoymalıyam. Have been cəm xəbərdir, götürə bilərəm biri. Has been olmaz, təkdir. Was təkdir, olmaz. 4 were götürə bilərəm. 5-dəki arı götürə bilərəm. 1, 4, 5 cavabı varmı? Var. 13-cü sualın cavabı olur B variantı. Gedək 15-ci suala. 15-ci sualda bəs nə edək? Şibhəmi baxaq, milkəmi baxaq. Bu da bir qaydadır. Əgər apostrof S ilə veribsə sizə mübtədanı, biz apostrof S-dən sonrakına baxırıq. S apostrof da ola bilər. Biz ondan sonra gələn sözə baxırıq. Ondan sonra gələn sözə və ondan sonra gələn söz milkdir. Milk sayılmayan tək isimdir. O da bizdən təbii ki, tək xəbəri tələb edəcək. İzi götürə bilərəm, iz tək xəbərdir. Are götürə bilmərəm, are cəm xəbərdir. Were götürə bilmərəm, cəm xəbərdir. Have been götürə bilmərəm, cəm xəbərdir. Was tək xəbərdir, götürə bilərəm. Bir dənə izlə was'u götürəcəyəm. 1, 5, 15-ci sualın cavabı olacaq. 17-ci sual, everyone. Everyone hər kəs deməkdir və törəmədir. Everyone, everybody, somebody, nobody dəfələrlə bu haqda biz danışmışıq. Bu bodylərlə, singlə, away ilə, nobody, nowhere bunlarla düzələnlər hər zaman törəmələr olur. Və törəmələrin də xəbəri biz bilirik ki, necə olur? Təkdə olmalıdır törəmələrin xəbəri. İndi bir like var, bir likes var. Dedik feilin sonunda s varsa, tək xəbəri göstərir. Bu feildir, xoşlamaqdır. Feilin sonunda s yoxdursa, bu bizə cəm xəbəri göstərir. Biz də tək qoymalıyıq axı everyone. O zaman bu 2 cəmdirsə bunu qoymayacağam. 2-ni atırıq, 1-i götürəcəyik. Gəlin 2-ləri ataq. 1-ləri götürəcəyik deyə burada 1 də yoxdur. Qaldıq 3 ilə 4-ün arasında. Don't bilirsiniz ki, cəmlərə qoyulur. Do cəmlərə qoyulur. Does isə təklərə qoyulur. Düzdürmü? Amma biz tək xəbər qoyacağıq deyənə do-nu da qoya bilmərik. Biz götürəcəyik 4-ü. Çünki will gələcək zamandır. O istənilən mübtəda ilə istifadə oluna bilir. Yəni tək mübtəda ilə də, cəm mübtəda ilə də istifadə edə bilirik.
Deməli, 1, 4-ü götürəcəyik. 1, 4 cavab olacaq Y variantı. Gedək 19-cu suala. Ortada and varsa sadalama var və bu zaman xəbəri cəm xəbər olmalıdır. Mənim atam və anam 2 nəfərdən söhbət gedir deyənə cəm xəbər. Baxın, is tək xəbərdir, was tək xəbərdir, wasn't tək xəbərdir. Qaldınız A ilə D-nin arasında. İkisi də cəm xəbərdir çünki. Deyir, mənim atam və anam balkondadırlar. Deyir, durduru, biz to be ilə düzəltməliyik. Have to be deyil axı. Have vardır deməkdir. Bu have-bin olsaydı bəlkə götürərdim. Have vardır deməkdir. Bu düzgün olmur. Mənim atam, anam balkonda var, yox. Mənim ata, anam balkondadırlar. Ona görə bura ar qoymalıyıq. Cavab olacaq 19-cu sualın cavabı A variantı. Təzə topluya salınıb bu tipli suallar. Gedək 21-ci suala. Bizə sual cümləsi veribdir və deyir, bu sualı bunlardan hansı ilə verərsən? Biz də sualda bilirik ki, izdir, ardır, vozvur, qabağa keçir. Baxaq görək sual verdiyi şeydə nəyi təki soruşur, cəmi. Canteen. Canteen bilirsiniz ki, kantin deməkdir, kafetariya və qabağında artiklı var. Yəni tək bir kantindən söhbət gedir, tək bir şeydən söhbət gedir. Tək bir şeyin varlığını soruşanda, yəni sizin məktəbdə kantin var deyəndə tək bir şey soruşduğum üçün, baxın, hamısı cəmdir. Bütün cəmləri atanda yerdə bir dənə tək xəbər qalır. O da izler olur. 21-ci sualın cavabı olur B variantı. 23-cü sualı mən artıq sizə yazırda bilərəm. My brothers cəmdədir. Cəmə də cəm xəbər verməlisiniz. O zaman cavabını yazın. Dedik feilin sonunda cəmdir deyənə cəm qoymalıyıq, amma variantda sleepin sonunda s var deyənə bu bizə tək xəbəri göstərir, isimlə qarışdırmırıq. Doesn't təklərlə istifadə olunur, B variantı olmaz. Has təklərlə istifadə olunur, C-də olmaz. Is də təklərlə istifadə olunur, olmaz. Don't isə cəmlərlə olur. 23-cü sualın cavabı D variantı. Gedək 25-ci suala. There is, there are, there was, there were qaydasıdır. Belə sual qəbula da düşüb deyəsən, məncə də bu qəbul sualı olmalıdır. Xatırladığım qədərilə son ilin ya da ondan əvvəlki ilin qəbul olmalıdır bu. Fikir verirsiniz, bütün xəbərlər təkdir, bir dənəsi cəmdir. Adətən belə də işləmək olur. Bu qayda tətbiq etsək, bu zeri-zera qaydasıdır və 12 dənə ay, saydığı şey 12-dir. Saydığı şey çoxdursa, cəmdədirsə, demək ki, cəm xəbər qoymalıyıq. 12 dənə dediyi üçün ar qoyacağıq. Amma yuxarıda isə kantin sözü təkdə olduğuna görə iz qoymuşduq. Amma burada 12 dənə ay var deyir ildə. Birdən çoxdur. Ona görə arı gətirib qoyacağıq. 27-ci sualda for düşebilirsiniz ki, sayılmayan tək isimdir. Sayılmayan tək isimdə xəbəri tək olar. Ki verin, hamısı cəmdədir. Baxın, ardı, arıddı, vördü, vöründü cəmdədir. Təkdə bir variant qalır. Cavab olur 27-ci sualda iz olacaq. Gedək 29-cu suala. Burada artıq of-u görürük. Əgər ortada of varsa, biz of-dan əvvələ baxmalıyıq. Of-dan əvvəldə baxanda sək sözü kisə deməkdir və təkdədir. Demək ki, tək xəbər qoyulmalıdır. Ar cəm xəbər, vör cəm xəbər, ar cəm xəbər, vör cəm xəbər. Biz tək xəbər axtarırıq. Cavab olur Y variantı. Was tək xəbərdir. Gedək 31-ci suala. Our neighbors, bizim qonşularımız. Baxın, burada nə of var, nə zeri-zera qaydasıdır, nə and var, heç nə yoxdur da, yəni. Son gələn nöqtədən əvvəlki ilk isimə, yəni son gələn sözə, neighborsa baxacaq, qonşular. Neighbor sözü cəmdədir, qonşular. Cəmdədirsə, bunun xəbəri də nə olmalıdır? Cəm xəbər olmalıdır. Vörü götürə bilərəm, vör cəm xəbərdir. Arı götürə bilərəm, cəm xəbərdir. Amma vozla iz bilirik ki, tək xəbərdir. Ona görə 1, 3 götürməliyik, olacaq B variantı. 33-cü sual zeri-zera qaydasıdır, zervoz, zervör qaydasıdır. Saydığı şeyə görə düzgününü seçib varianta yazın. 33-cü sualı mesaj kutusuna yazın görək. Çıxma ehtimalı çox yüksək suallardan biridir 33-cü sual.
əksəriyyətiniz bəli 33-cü suala hamınız demək olar ki, B variantı yazmısınız. Çünki bu adamın saydığı şey, ilk saydığı şey 6 stuldur. Sonra bir stol deyir. 6 stol. Birinci nə deyirsə odur. Birinci 6 stul demişəmsə, mən çox şey demişəm. Bir dənə şey deməmişəm. Demək ki, mən cəm xəbər qoymalıyam. İzləri atırsınız, vozları atırsınız. Ar, voz var, vozları atırsınız. Cavab olur ar, B variantı. Gedək 35-ci sualda such glasses. Belə nə deyir burada? Şüşələr və cəmdədir. Esi var. Esi varsa, demək ki, cəm xəbər tələb edir bizdən. Burada şüşə yox da, çünki şüşə isimiz cəmlənmir. Eynək anlamındadır. Glasin eynək anlamı var. Belə eynəklər. Və eynəklər sözü cəmdədir. Cəmdədirsə cəm xəbər qoyacağam. Və make'in sonunda s varsa, dedi ki, feilin sonunda s varsa tək xəbərdir. Ar cəm xəbərdir, götürəcəyəm. Doesn't tək xəbərdir, götürmürəm. Cost bir feildir, qiyməti dəyəri olmaq deməkdir. Feilin sonunda s yoxdursa cəm xəbəri göstərir. Yəni, bu costun sonunda s olsaydı tək xəbər olacaqdı. Amma s olmadığı üçün glasses-lə uzlaşır. Ona görə onu götürə bilərəm. 2, 4 cavabı olacaq. Gedək 37-ci suala. Bu da çox qəşəng sualdır. Burada isə sizə 2 cümlə verib. Cümlənin xəbərlərini özü yazıb. Tərsinə gedirik. Deyir, xəbərimə görə bunlardan nə qoyarsan deyir. Və birinci cümləyə have xəbərini yazıb. Biz bilirik ki, have xəbəri bizə cəm xəbəri göstərir. Demək ki, bu boşluğa qoyacağım da cəm bir mübtəda olmalıdır. The number of-un xəbəri hər zaman tək olur. Bunu yuxarıda da yazdıq. The number of-un xəbəri tək. Bunu bir daha da yazıram. The number of-un xəbəri tək olur. Tək. A number of-un xəbəri cəm olur. Və çox sayıda deməkdir. Və bizə birinci cümlədə verdiyi cümlədə have-dir, cəm xəbərdir. Demək ki, bu təkli olan the number of ola bilməz. Biz D-ni variantdan çıxardıram. Gedirəm digər tərəfə. İkinci cümləyə isə has qoyubdur. Has xəbəri bizə nəyi göstərir? Tək xəbəri göstərir, düzdür? Və ikinci tərəfə a number of qoya bilmərəm. Buradakı a number of-u qoysa, bu cümləyə qoysa bu boşluğa, bu həzlə uzlaşmayacaq. Mən buraya number of-la başlasam, bura həzi qoya bilməyəcəyəm axı. O zaman bu a number of-u C variantını da atıram, gedir. Qalırıq A ilə Y-nin arasında. Elotu qoysam, bu olacaq elotov. Elotovdan sonra da cəm isim gəlibdir deyənə, olmalıdır xəbər, cəm xəbər. Bu da olmur. Yəni, elotovdan sonra isim cəmdə gəndə, xəbər cəmdə gəlir. People cəmdə, o zaman bura yenə cəmə düşməlidir. Elot da olmur, işimizi görmür. Amma the number of ora qoysam, xəbəri də tək olmalıdır. Mənə də tək yazıb, cavab olur Y variantı. Ümid edirəm 37 sizin üçün aydındır. Əgər 37 sizin üçün aydındırsa, 36-cı sualı su kimi yazarsınız. 36-cı sualın cavabını yazın. Mən indi biləcəyim. Aydındırsa, yoxsa yox. 2 dənə cümlə verib. Birinci cümləyə is qoyub, ikinci cümləyə have qoyub. Yenə a number of, the number of söhbət aparır. Qayda da qabağınızdadır. Qaydanı tətbiq edərək a number of olsun, the number of olsun cümlələrin əvvəli. Hər cümləni öz xəbərinə görə yerləşdirib mesaj qutusuna yazın cavabı. 36-cı sualın cavabını düşünərək yazın. Çalışın özünüz yazın. Heç kəsin cavabına da baxmayın. Yaza bilmişsinizsə də yazmayın. Yəni, izah verəcəm. Tutulan azyaşlılar olmalıdır, 7-ci siniflər olmalıdır. Bunlara dərs aydın olurmu? Çıxdılarmı? Okay. Deməli, əksəriyyətiniz A variantı demişsiniz. Gəlin, baxaq. Bura izdir deyənə, a number of olmaz birinci tərəfə. Düzdürmü? A number of-u atırıq, gedir. Qaldıq mı biz A ilə D-nin arasında? Bura cəm xəbərdir deyənə, have-dir deyənə. Bu ikinci Z number-ı da bura qoya bilmirəm.
The number-ın da xəbəri tək olmalıdır axı. Mən gətirib bura the number qoyanda have-dən olmayacaq. The number-ı qoya bilərəm. Çox da haqlısınız. 36-cı sualın cavabı olacaq A variantı. Gedək 39-cu sual çox gözəl suallardan biridir. Topluya da yeni salınmış, yeni 2025 topluya mübtəda xəbər uzlaşmasına bu sualları salıblar. Burada əvvəl nöqtədən əvvəldə canlı cansız ismi söhbət aparacağıq. Nöqtədən əvvəldəki isimin təkliyinə və cəmliyinə görə askı yerləşdirəcəyəm. Əvvələ gəlin birinci askı yerləşdirək. Nöqtədən əvvəldə people sözü cəmdədir. Cəmdədirsə bu askı sonunda s olmamalıdır. S olsa tək xəbər olacaq. Yəni bu askı biz belə ask deyə yazmalıyıq. Baxın, A-da S qoyubdur, təki göstərir. D-də S qoyubdur, təki göstərir. Y-də izlə yazıb, təki göstərir, atıram. Hər ikisi askdır. Bir də əvəzlik qaydasından belə bir şey işləmişdik. Nöqtədən əvvəldə canlı isim olanda who, whom, whose, nöqtədən əvvəldə cansız isim olanda which qoyurduq. Və ya hər ikisini əvəz edib zət də qoya bilirdik. İndi mən bilmirəm, who ask mı deyim, which ask mı deyim. Gedim görüm söhbət nədən gedir? Nöqtədən əvvəldəki isim nədir? İnsanlar. İnsanlar canlılardır. Canlılara which deyə bilmirik. Ona görə cavab olur B variantı. Ümid edirəm aydındır bu sualda. O zaman 38-ci suala düşünürəm ki, yaza bilirsiniz. Nöqtədən əvvəldə those gəlib. Those onlar deməkdir və bizdən cəm xəbər istəyəcək. Yəni speak-i cəmdə yazacaqsınız. Onlar deyəndə which mi qoyacaqsınız, who mu qoyacaqsınız? Listen, qulaq asmaq. Biz insana qulaq asarıq. Bu da insana məxsus bir şeydir, yəni onlar. Ona görə yerləşdirin görək 38-ci sualın cavabını. Niyə which? Which yazanlar var burada. Those onlardır, insanlardır. Bəli, those-a görə esli olanları qoya bilmirik. Çünki those onlar deməkdir axı. Esli olanları atıram, çünki cəm xəbər qoymalıyam. İzdəki tək xəbəri göstərir, atıram. İndi onlara which mi deyim, who mu deyim? Deyir, I don't like to listen those. Mən qulaq asmaq istəmirəm onlara. Kimlər ki danışırlar, bu danışmaq da, qulaq asmaq da insana məxsusdur. Deməli, bu those deyəndə bu içində onlar dediyi canlı kateqoriyadır, canlılardır. Canlı insanlardır, danışan insanlardır. Danışmaq insana məxsusdur. İnsana məxsusdursa, bunu onlar deyəndə which-i qoya bilmirəm qabağına. Çünki which-dən əvvəldə cansız isim olmalıdır. Cavab olacaq 38-ci sualın cavabı olacaq D variantı. Gedək 41-ci suala. İç xəbəri hər zaman nə olurdu? Tək xəbər. Demək ki, bu tək xəbər olmalıdır. Hərf cəm xəbəri göstərir. Birinci tərəf üçün hələ baxıram. Baxın, bir sign verib, bir də science verib. Dedim, sonunda S varsa tək xəbərdir. S-i yoxdursa cəm xəbərdir. Bunu bir yerə not edin. Ya yadınızda ömürlük saxlayın. Yəni, bunu bilmək vacibdir. Bunu isimlə qarışdırmamaq lazımdır. Bir feilin sonunda, bir hərəkətin sonunda s hərfi varsa, o bizə tək xəbəri göstərir. Və burada da biz tək qoymalıyıq deyənə, bu S-ni saxlayacağam, bu S-sizi atacağam, getsin. Qaldıq biz bunların arasında. Sonra gedirəm digər tərəfə. Biz bura tək xəbər qoyacağıq. So-dan sonra da bura qoyacağım xəbərə görə so do I, neither do I qaydasına görə düzəltməliyəm. Deyir, each of the menecerların hər biri razılaşmanı imzaladı. Sonra da employees. Aha. So-dan sonra employees cəmdədirsə, employees-a görə, employees cəmdədir də. Deməli, bu qabaqda nə olmalıdır? Cəm xəbər olmalıdır. Burada cəm xəbər olmalıdır. Has tək xəbərdir ikinci tərəfdə. Does tək xəbərdir ikinci tərəfdə. Have cəm xəbərdir, employees-in də qabağına cəm xəbəri yaraşar da. 41-ci sualın cavabı olacaq Y variantı. Okeydir. Düşünürəm ki, təhlükəli sual idi, amma aydındır deyə düşünürəm. Bir daha deyim, keçirəm o bir sualı. Bir daha deyəcəm. İçin xəbəri tək xəbər, sign cəm xəbərdir, have cəm xəbərdir, yəni bu tək xəbərdir. So qaydasına görə bura nətər qurulubsa, burada elə yazılmalıdır. Employees-i cəmdə yazıbdır. Bunu cəmdə yazıbsa, bura has olmur. Bura does da olmur. Cavab olur Y variantı. Gedək 43-cü suala. Atılmaq istəyənlər. Gedək 43-cü suala.
43-cü sualda as a result of the natural disaster, təbii fəlakətlərin nəticəsində virgül, the number of ruined cities, dağılmış şəhər, kəndlər və şəhərlər çox sayda. The number of-un xəbəri nə olur? Dedik, tək xəbəri olur. Gəlin tək xəbərləri yazaq. Bir have-də olmaz, 3 are-da cəm xəbərdə olmaz. Bəs tək xəbərdə 2-ni götürəcəyəm, is tək xəbərdə, izi də götürəcəyəm. 2, 4, Y variantını 43-cü sualda seçəcəyik. Gedək 45-ci suala. 45-ci sualı sizcə nə yazaq? Hər zaman ən əvvələ baxın. Country-dən əvvəldə of var. Of-dan da qabaq bir dənə də preposition var. İlk preposition nədir ona baxacağıq. Yoxsa 2 dənə preposition var. Biri indi, biri ofdur. Bu in olmasaydı, bu cümlənin əvvəli olmasaydı mən partisa görə yazacaqdım. Amma cümlənin əvvəlindən də qabaq bir dənə də in var. Deməli, indən əvvəldədir bizim mübtədamız. İndən əvvəldəki hospitalsa baxacaqsınız. 100-dən çox hospital. Və bu hospitals nədir? Cəmdədir. Demək ki, cəm xəbər verməliyəm. Is tək xəbəri göstərir. Was tək xəbəri göstərir. Cavab olmalıdır 45-ci sualda 1, 4. Aydındır, baxın bunu da deyirəm. Of-ba bu cümlə olmasaydı, bura olmasaydı, bu cümlə ilə parts of country ilə başlasaydı, country-dən əvvələ gedib partisa görə qoyacaqdım. Burada ində var deyənə lap əvvələ getməliyəm. Hospitalsa görə ki, hospitals da cəmdədir. Ona görə cəm xəbəri qoyacağıq, cavab olacaq 1, 4. Sualların hamısı yenilənibdir. Köhnə topluda dəyişib yəni. Baxın, yenə 47-ci sual ikili sualdır. Soyla da employees-in qabağına yerləşdirəcəksiniz. 47-ci sualın cavabını siz yazın. Necə də eyni sualı yazıblar burada. Burada managerdir, burada delegatesdir, nümayəndələr deməkdir. Yazaq uşaqlar, 47-ci sualın cavabını siz yazın. A deyənlər var. A deyənlər. Bu için xəbəri tək olur. Bura tək xəbərdir. Bax, bu birinci boşluq tək xəbərdir. Bu have bura yaraşmır. Sign S-siz ora yaraşmır. Employees-a da has yaraşmır. Does yaraşmır. Cavab olur B variantı. Yazanlar doğru cavabı yazıblar. Gedək 49-cu suala. Voices calling for help. Aha. Burada for var. For da bilirsiniz ki, söz önüdür. Və biz söz önündən nə etməliyik? Əvvələ baxmalıyıq. Əvvələ baxdığımız zaman voices calling, kömək üçün gələn zənglər. Baxın, voices olmasaydı, təkcə calling olsaydı, bu gerunduydu, xəbəri tək olacaqdı. Feil üstəgəl ing. Qabağında bir dənə də voices var. Bax, tərcüməsi budur. Kömək üçün gəl. Bax, köməyə görə qoysanız tək xəbəri götürəcəksiniz, cavab gedəcək yanlış. Bu cümlənin mübtədası kömək deyil. Söz öndən əvvəldir. Söz öndən əvvəldə callingdir. Bəs callingə baxın, voices-ə baxın. Əgər təkcə voices olmasa, calling olsaydı, callingə baxacaqdım. Amma callingdən əvvəldə də bir dənə söz var axı. Lap əvvələ gedirik biz. O zaman mən voice-ə baxıram. Voice cəmdədir deyənə, mən də deyinəməliyəm, cəm xəbəri yerləşdirməliyəm. Kömək üçün gələn zənglər. Cəm xəbər istəyir. 1, səslər. Hətta səslər də zənglər də deyil. 1, sonra cəmdə 2. 1-2. Cavab olur Y variantı. 51-ci sualı siz burada yaza bilərsiniz. The earrings. Earrings-ə nə yazacaqsınız? Yazın. Earrings cəmdədir. Aa, nə gözəl sualdır bu. Aha, çox gözəl sualdır. 51-ci sual haqqında, xüsusən 11-ci siniflər. Bir fikriniz varmı? Məhçun növ cümləsinə bənzəyirmi? Məhçun növ cümləsi to be ilə qurulmurmu? Sırğalar sözü cəmdə çox-çox gözəl bir sualdır.
Bilinir ki, yeni salınıb. Sırğalar sözü cəmdə. Cəm xəbər qoymalıyam. Cəm xəbərdir, cəm xəbərdir. Cəm xəbərlə gedir. Bu da keçmiş zamanda. Keçmiş zaman xəbəri hamısından olur. Nəyə görə qoyum? To be ilə yazıb. Word to be-dir. Will be to be-dir. Yəni bu məhculluğu daşıyır da, passive voice-dur da, məhculluğu daşıyır. Bu isə məlumdur. Gave məlum növdür. Bunu məhcula çevirsəm, was were eləməliyəm. Have-in də məhculu necə düzəlir? Have been eləməliyik. İndi görə bu cümlə məhculdadır, məlumdadır. Məhculun cümləsidirsə, 1 ilə 4-ü götürəcəyəm. Məlumun cümləsidirsə, keçmiş zamandan have-i götürəcəyəm. Çünki onlar məhculda deyil. Sırğalar Christmas üçün ona verilibdir. Verilibdir. Kimsə tərəfindən verilib də məhculluq daşıyır. Məhcul növ necə düzəlir? To be ilə. Yəni were, 1, will'in də to be'si will be, 4. Cavab olur 1, 4. 2 niyə olmur? 2 tərcümə ilə olmur. Deyir ki, 2-ni gətir qoy bura, gave'i qoy bura. Sırğa veriblər Christmas ona. Kim verib? Ona verilibdir. Tərcüməsini getməliyik biz. Ona görə 51-ci sualda biz məhcul qoymalıyıq. Üçüncüdə də have-in bini yoxdur deyənə 3 də olmayacaq. Çünki have məhcul növə necə girir? Binlə girir də, girməyibdir. Gave də was were-lə girir. Cavab olur 1 ilə 4. C variantı. Sual okeydir sizin üçün. Aydın olmayan qaranlıq nəsə qarışıq sual. Qarışıq sualdır. Qarışıq sualdır. Asan sualdır deyib başınıza aldı da bilmərəm. Məhcul növ qaydasını bilmək lazımdır. Çox təhlükəli suallardan biridir. Bir daha izah verim, keçirəm. Yenə belə bir sual olsa yazdıracağım. Hamısı olur. Tək xəbər yoxdur ki, atım. Earringsə görə hamımız bilirsiniz ki, cəmdir. Bu to be ilə bir feil to be ilə belə yanaşı gəlibsə, to be feilin özü də dəyişib üçüncü hala gəlibsə, bu məhcul cümləsidir. Belə gəlibsə, məlumdur. Bu cümləni tərcümə edəndə bu cümlədə məhculluq çıxır. Verilibdir. Veribdir yox. Sırğa veribdir ona yox. Sırğa verilibdir. Verilibdir biz necə deyirik? To be ilə deyirik. Was were to be 1. Will'in to be'si 4. 1, 4 olacaq. Gave to be'si yoxdur. Ha, bu was were olmalıydı. Have-in də to be'si məhculda necə düzəlirdik? Have been, has been axtarırdınız da hər zaman onu məhcula çevirəndə. Məhcula çevirməmişəm axı. 3-ü də atıram. Cavab olur 1, 4. Gave'i bura qoyanda yanlış olur cümlə. Deyir, sırğa veribdir ona Christmas üçün. O olmur. Sırğa verilibdir ona tərcüməsini verməliyik. Sırğa veribdir ona deyəndə bu məlum cümlədir. Kim verib? Qabağında mübtədası olmalıdır. Kim veribdir? O şəxsin adı ora yazılmalıydı. Burada yazılmadığı üçün məhcul növ olmalıdır. Qəşəng sual idi. 53-cü sual. A number of-un xəbəri bilirsiniz ki, cəm xəbəri olur. Is olmaz. Was da olmaz. Are-la were olar. 2 ilə 3 doğru cavab olaraq götürürsünüz. 55-ci sual. Zeri zera qaydası. 7 gün dediyi üçün cəm qoymalıyıq. Təkdir, 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 təkdir. Bir dənə are cəmdir. Cavab olur D variantı. Gedək 57-ci suala. 57-ci sualda there, sonra gəlib no change, yenə zeri zera qaydasıdır. Və fikir verirsinizsə 57-ci sualda bütün xəbərlər cəmdir. Həmin bu cəm xəbərləri açsanız, qalırsınız A ilə D-nin arasında zervil deyə qayda yoxdur uşaqlar. O zervil bilir. Baxın, ya zeri zeradır, ya zeriz ola bilər, ya zervoz ola bilər, ya cəmdə zerar ola bilər, ya zervör ola bilər. Ya gələcək zamanla işlənsə there will be ola bilər, be-si yanında olmalıdır. Bitmiş zamanla işlənəcəksə there has been-lə yanaşı gəlməlidir. Has been-lə yanaşı gəlməlidir və ya there have been olmalıdır. Belə olmalıdır. Yəni there belə düzəlir. There təkcə will-lə düzəlmir. There birləşəndə gələcək zamanla be ilə birləşir. Be-si olmadığı üçün bunu da götürmürəm. Cavab olur D variantı. No change-də təkdə deyəni D variantı. Yəni, burada A ilə D-də qalırsınız. Zervil deyə ifadə yoxdur. Bax, ifadələri yazdım sizə. Zeriz, zerez, zervoz, zerar, zervör, zervil, bi ilə birləşə bilər. Bitmiş zamanda has been-lə, have been-lə, hətta bin-lə birlikdə birləşir bitmiş zamanda da. Amma zer have deyə bir söz yoxdur. Baxın, sizə variantda çıxsa ki, zer have, zeri have-lə birləşdir. Sizə deyirsiniz ki, cəm xəbərli qoy zer have yazın. Bu yanlışdır. Nasıl cəm xəbərdir? Zer have been olmalıdır bu. Zer belə birləşir zamanla. Vardır deməkdir. Gələcək zamanla da birləşənə there will be olmalıdır.
Cavab olur D variantı. Bu da qəşəng suallardan biri idi. Gedək 59-cu suala. Baxın 59-cu sualda sizdə bir fikir var. Bu zervilbi olmalıdır. Saydığı şeydə elotofu görəndə özünüzü itirməyin. O cəmdədir, çoxlu deyir. Çoxlu nə deyir? Elotofdan sonra sayılmayan isim də gəlir. Çoxlu sayılan cəmdir, çoxlu sayılmayan təklə gəlir. Bunda cavab nədir 59-cu sualın cavabı? Hansını bir daha izah edə bilərəm uşaqlar? Nömrə ilə yazın. Fidan, hansını nömrə yaz, izah edəcəm. 59-u tapın, nömrəsində yazın. Yəni, eybi yox, bu dərsin ikinci hissəsi qalsa belə bu hissəni tam oturdaq. Əksəriyyətiniz C yazırsınız. Çox da doğru eləyirsiniz. Bax, bu elotofu görüb, o cəmdir, cəm yapışdıraq. Elotof çoxlu deməkdir. Özünüzü itirməyin. Bu elotofdan sonra sayılmayan isim də gələ bilir. Sразу yəni o panikaya düşməyə ehtiyac yoxdur. Sayılmayan isim gələ bilir və sayılmayan isim gəlib, snow. Bu elotofdan sonra sayılan cəm isim gəlsəydi, hə, sayılmayan isim gəlib. Deməli, tək xəbər olmalıdır. Were olmaz. Bu zerində dedi yaxı da, bu zer gələcəklə birləşəndə zervilbi olur. Həvbin nə olur, amma bura getmir. Snova yaraşmır, arda olmur, yalasınız. Cavab olur C variantı. İzah etməsini istədiyimiz sual hansı idi? Məhkul deyirdim mənim izah etdiniz çox sualın. Yaxşı, oldu. Yenə də nəsə aydın olmasa, dərsdə də canlı məndən soruşa bilərsiniz. İşarə qoyun o suala, canlı da öz dərsimizdə bir daha da baxarıq. Təkrarda da olsa bir daha da baxacağıq. 61-ci sualda leather jackets. Arada heç nə yoxdur ki, of yoxdur, number of yoxdur, number of yox, heç nə yoxdur. Deməli, jaketə baxacaq. Jacket də cəmdədir. Cəm xəbəri qoymalıyam. Bir ar cəm xəbər, is tək xəbər ad, bəs tək xəbər ad, was tək xəbər ad, 1 ilə 3. Varmı cavab? Var. 61-ci sualın cavabı olacaq A variantı. 62-ci sual. Cütdama soruşacağam. Poyutrə baxacaqsınız, fermaya. Poyutraya baxıb o cəm isimli cəm xəbərmi qoyaq deyəcəksiniz, yoxsa iki isim yanaşı gəlib ikinci isimdən hərəkət edeyim deyəcəksiniz. Canlı hamıda donur. Dərs kayıt olunub uşaqlar, olunur. Yəni ümid edirəm ki, bir texniki problem yoxdur. Yəni kaydı başlatmışam, axırda baxacağam. Olubsa paylaşacağam. İkinci ismə iki isim yanaşı gəlibsə, biz ikinci ismə baxmalıyıq. Orada poetry-ni görüb özünüzü bu olmasaydı, razıyam, poetry cəmdədir, yapışdır cəmləri. İki isim yanaşı gəlibsə və arada ofsat yoxdursa, ikinci isimlə hərəkətə gedirik. Farm gəlibdir, farm təkdədir. Demək ki, xəbər də nə olmalıdır? Tək xəbər olmalıdır. Were olmaz, are olmaz, have been olmaz, has been olar, 5 də olar. Özü məhcul növ cümləsidir. Baxın, has been olubsa, has been üstəgəl feildirsə, məhcul növdür. Was üstəgəl feildirsə, məhcul növdür. Belə, bu da olur 63-cü sual. Gedək 65-ci sual. Bəli, burada price sözü cəmdədir. Cəmdədirsə cəm xəbəri ver. 1 olmaz, is də olmaz. 2 ilə 3 cəm xəbərdə yapışdır getsin. Hop, D variantı. 5. Gedək 67-ci suala. İçin xəbəri artıq da çürüdü də bu iç. Tək xəbər. Were olmaz birinci tərəfə are da olmaz. İkinci tərəfə soldan sonra gələnə bax. Friends cəmdədir deyənə, onun qabağına, bu friendsin qabağına mən cəm yaraşdıraram. Vozu yaraşdırmaram. İzi də yaraşdırmaram. Cavab olar C variantı. Ay evdə bu cütü işləyəndə 68-i. Bunu necə işləmişiksə, onu da elə işləyəcəksiniz. Gedək 69-a. Arada of var. Arada of varsa, participantsa yox, ofdan əvvələ gedəcəyəm. List sözünə baxıram. List təkdədir. Ar olmaz. Were olmaz, təkləri qoyacağam. 1, 4, Y variantı. 71-ci sual. Yenə ofdan əvvələ baxıram. Bucket sözü təkdədir. Təkdədir deyənə xəbər nə olacaq? Bucket təkdədir deyənə xəbər də tək olmalıdır. Were olmaz. Are olmaz. Was tək xəbərdə götür. Is tək xəbərdə götür. 2, 4 cavab C variantı. Gedək 73-cü sualda. Child, uşaq. Bir dənə uşaqdır. Children olsa, hə. Burada bir dənə uşaqdır 73-cü sualda. Child. Child'ın da xəbəri nə olar? Bir uşağın xəbəri. Tək. Were cəm xəbər. Was tək xəbər götürəcəyəm. Are cəm xəbər götürməyəcəyəm. Is tək xəbər. Bizə təklər lazımdır. 2, 4 varmı? Cavab olur Y variantı.
75-ci sual. Yenə zeri-zera qaydası. Adamın saydığı şey an important meaning. Bu qabağında an artikli var. An artikli bir şeyin bir dənə olduğunu göstərir. Bir dənə şey sayıbdır. Bax, bunun bir dənə olduğunu göstərir. Bir dənədirsə, wordləri at, arları at, cavab bozdur. Həm də fikir verirsinizsə, hamısı cəm xəbərdir, yerdə biri tək xəbərdir. Demək ki, cavab odur da, yəni ki, çox hallarda belə olur. 77-ci sual sual cümləsidir. Deyir ki, bu these bunlar deməkdir. Buna nə ilə sual verərsən? Yazın cavabları. 77-ci sualın cavabını yazın. 15 dəqiqədən sonra link atılacaq. Amma ikinci hissəmi olacaq. Sınaq mı olacaq? Onu soruşacağım 11-ci siniflərdə. Əksəriyyətiniz deyirsiniz ki, B var. Çünki these bunlar deməkdir də uşaqlar. Bunlardırsa, toş da cəmdədir. Cəm xəbər 1, 3. B variantı. Bax, bu 78-i işləməmək ayıb olar. 81-ci sual. 81-ci sual documents cəmdə. Cəm xəbər istəyir. İz olmaz. Boz olmaz. 3, 4 cəm xəbər A variantı yazacaq. 83-cü sualda cruelty and hatred. Zalimlik və nifrət. And var. And var. İkisini sayıb. Zalimlik və nifrət. İkisini birlikdə sayıb. Sadalama var. Cəm xəbər istəyir. Ar olarmı? Olar. Biri götür. Have been olarmı? Olar. Götür. Has been tək xəbərdir. İzdəki tək xəbərdir. Biz and olanda sağında və solunda 2-3 şey saydığı üçün cəm xəbər 1-2 cavabını götürəcək. 85-ci suala baxacağam. Bax, bu 84 ilə 85-də bu cümlələrin belə wow görsənməsin sizə. Belə inanılmaz bir şey kimi getməsin sizə. Birinci zeri-zera qaydasıdır. Adam ofdan əvvəldə types-ı cəmdə deyib. Demək ki, bura yazacağım şey cəm xəbəri olmalıdır. Birincilərdə iz ola bilməz. Yenə zeri-zera qaydası. Görə bu zerin yanına nə qoyun? Baxım görüm nə yazıb? Particles. Particles cəmdədir. Yenə bura cəm olmalıdır. Ortaya iz də olmaz. Ya adı ya yedi. Ya false yazacağam birinci boşluğa tək xəbər, ya da full yazacağam cəm xəbər. And the temperature. Temperature təkdədir də. O da tək xəbər gedər. Esi olan tək xəbərdir. Esi olmayan yox. Bunun esi yoxdur. Bu cəm xəbərdir. Cavab olur A variantı. Vaxtımıza az qalıb, amma 84-cü sualı yaza bilərsiniz. Onun haqqında danışın. Bir dənə bura haqqında məlumat verib, qalanı sizdədir. Cümlənin belə şeyliyi yox, sizi qorxutmasın. Vergülə qədər ayrı dəyərləndir. Hər cümləni özünə görə. Əndə qədər ayrı dəyərləndir. Bu da üçüncü cümlə. Feilin sonunda cümlənin əvvəli, ilk sözü, ilk birinci sözü, feil üstəgəl inkdirsə bu gerunddur. Feil üstəgəl inkdirsə bu gerunddur. Və belə başlayıbsa. Bu gerunddur. Cümlə gerundla başlayarsa, xəbəri təkdir. Xəbəri tək olur. Bizdə də growinglə başlayıb da, feil üstəgəl ink. Demək ki, bura tək xəbərdir. Qalanda sizdədir bu animalsa, bossa görə yazın cavabı 84-cü sual. Cavabını yazın. Əlasız. 84-cü sualın cavabı A-dır. Bəli, sadəcə qaydaları bilmək lazımdır ki, harada, hansı cümlədə nəyi görməliyəm. Burada bunu gördün. Demək ki, tək xəbər. Arılar olmaz birinci tərəfə. Animals cəm xəbərdirmi? Animalsa görənlə qoyacağıq? Yox. Vergüldən sonra yeni bir cümlə başlayıb və bu yeni bir cümlənin əvvəli keepingdir. Feil üstəgəl inkdir, gerunddur. Biz artıq animalsa görə yox, keepingə görə hərəkət edirik. Tək xəbər istəyir. İkinci tərəfə ar olmaz. Cavab A çıxacaq. 84-cü sualda bəli, A çıxacaq. Bəs buradakı bossa cəm xəbər qoymalıyıqmı? Xeyr. Aha. Burada boss olsa da ki, boss cəm xəbər olur, amma yenə lap əvvəldə, ətdən qabaqda, bossdan da əvvəldə biz axı ən əvvələ doğru gedirik. Bossdan da əvvəldə off var. Demək ki, offdan əvvələ getməliyəm. Mübtəda burada dayanıbdır. Bu mixture olmasaydı, bu mixture sözü, bu mixture off olmasaydı, bossa görə gedib cəm xəbər mən qoyacaqdım. Sonra lap əvvələ gedəndə isə bu mixture of deyə vardı, yəni məcburam ki, lap əvvələ gedim. Lap əvvələ ofdan əvvələ gedirəm, mixture sözünü təkdə görürəm. Demək ki, tək xəbər qoyacağım, cavab A variantıdır. Yəni mütləq əvvələ doğru gedirik, mütləq. Bu mixture of olmasa, bossa görə yapışdır cəm xəbəri getsin. Amma cümlənin lap əvvəli var axı. Mixture of var. Demək ki, ofdan əvvəldə mixture-a görə gedəcəyik. Yəni sırayla gedirsiniz. Lap başdakı nədirsə ona görə gətirib qoyacaqsınız. Cavab olacaq 84-də A variantı.
85'i dedik. 86'ını siz özünüz yazarsınız. Close sözüdür. 87-ci sual. Aha, painting ise sual verir. Painting'e. Deyir, painting'e neyle sual verərsəniz? This painting. Təklə sual verərəm də. Neyle sual verəcəyik? Təbii ki, 87-yə painting'e biz təklə sual verəcəyik. Arla sual verə bilmərik. Tez bu arları ataq. Birləri ataq. Həzbinlə sual verə bilərəmmi? Bəli, həzb bura yazaram. Bin də ayrılar bundan. Çünki sual cümləsi deyənə həzbin ayrılacaq. 2-ni götürərəm. Will onsuz da dedik sual vermək mümkündür. Will'i bura ataram. Bir də burada olar. Həm təklə, həm cəmlə gedir. 3-ü də götürəcəyəm. 2, 3. İzlə sual verə bilərəm. Bəli, painting təklə deyənə verə bilərəm. Amma were-lə sual verə bilmərəm. Cavab 2, 3, 4. Olacaq B variantı. Və son olaraq 89-cu sualdayım ki, 91-də var. Bütün sualları siz işləyə bilərsiniz. 89-cu sualın cavabını yazın. 89-cu sualın cavabını yazın. Vaxtımıza 5 dəqiqə qalıb. İkinci link atılacaq və bu qaydanın ardı var. Əksəriyyətiniz skirt sözü təkdə deyənə ar olmaz, were olmaz, have been olmaz, were olmaz. Trousers-da cəmdə, bəli, cavab D variantı. 91-ə də yazaq, ondan sonra danışaq ikinci dərs haqqında. 91 açıq sualdır. 91-də nəyə görə hərəkət edəcəksiniz? Lap əvvələ uşaqlar, lap əvvələ baydan da əvvələ gedirsiniz. Stories-ə baxacaqsınız. Deyir, Mark Twain tərəfindən yazılmış hekayələr. Mübtəda bu hekayələrdir. Hekayələr cəmdədir deyənə 2, cəm xəbər, izi qoya bilmirəm, 3-ü qoya bilmirəm. 2, 4, 5-i götürəkmi, götürməyəkmi? Bax, will üstə gəl feil var. Gələcək zamandır, özü məlum növ. Bir də will üstə gəl feil var idi. Feili də formaya salırdı. Bu da məhkum növü idi. Düzdürmü? Ya da to be cümləsi idi, to be sentences idi. Deyir, Mark Twain tərəfindən yazılmış hekayələr həyatla doludur. Həyat hekayəsi ilə doludur. Dolu olacaq demir ki, yəni to be-yə ehtiyac yoxdur. Burada yəni to be yazmaq üçün bunun yanında birin be-si olmalı idi. Olmadığı üçün bunu da götürməyəcəksiniz. 91-ci sualın cavabı olacaq 2, 4. Əgər bunun yanında be olsaydı, mən bunu götürüb bura yazacaqdım. Will o vaxt belə yazıla bilər ki, bura willdən sonra feil gəlsin. Feil gəlmir, baxın, full of feil deyil. Bu da belə. Bəli, bəli. İndi bizdə qaldı ikinci hissə. İkinci hissə 92 dənə test idi, birinci hissəsi. İkinci hissə yenə bu qaydadır. Ya bu qaydanı sabah bitirək, ya da bu qaydanı bugün bitirək. İkinci linkdə 11-ci siniflər yaz. Hı -hı. 11-ci siniflər, uşaqlar, siz yazın. 11'lər deyirəm, 11'lərdən baş 9'lar yazır. 11'lər yazsınlar. Nəyi yazmayaq? Bunu mu yazmayaq, yoxsa sınağı yazaq? Sınağı yazaq demək istəyirəm onda. Bunu yazaq. Yaxşı. Onda ikinci linki göndərirəm. İkinci linkdə sınaq yazacağıq və sadəcə 11-ci siniflər qatılsınlar. 9-cu siniflərdən sabah OTK-nın 9'lar üçün sınağı var. Sadəcə qrammatikasına istəyənlər qatıla bilərlər. Kimlər ki sınağa gedəcəklər. Yerdə qalan 9-cu siniflər çıxış etsinlər. 11'lər üçün də yeni bir link göndərirəm.